Herkese salam. Kanalıma ve yeni YouTube videoma hoş gelmişsiniz. Bugün biz Şəkiyə gedirik. Evden tez çıxmalı olduğumuz için video yolda başlayıram. Hazırsınızsa gəlin Şəkiyə doğru devam edək. Onu da demək istəyirəm ki, bu video 2 hissədən ibarət olacaqdır. Yəni Şəki vlog 1-2 tərzində qoyacağam YouTube'a. Birinci hissədəki Şalban məbədinə gedəcəyik. Yol boyu gəzməli və dadmalı olduğumuz ləzzətlərdən zövq alacağıq. İkinci hissədə isə Şəkinin ən gözəl və tarixi məkanlarından olan Şəkixan Sarayına, Karvansaray və buna bənzər möhtəşəm yerləri gəzəcəyik. Ona görə videomuzu sona qədər izləməyi unutmayın. İndi isə gəlin Şəki macəramıza başlayaq. Dostlar, yolda çox kadr çəkə bilmədim. Biz artıq burada Şəkidəyik. Səbəbi odur ki, arxamdakı xanım məni həqiqətən çox narahat edirdi. Mən pəncərə tərəfdə oturmuşdum. Avtobusda kondisioner sistemləri işləmirdi. Ona görə pəncərəni açmaq məcburiyyətində idik. Mən də pəncərəni müəyyən hissəyə qədər açmışdım ki, hava gəlsin. Və xanım mənə durmadan deyirdi ki, pəncərəni tam açın. Və tam açmaq mümkün deyildi. Çünki sürücü trasda çox yüksək sürətlə gedəndə saç baş bir-birinə girib nəfəs almaq mümkün deyil. Danışa bilmirəm və o xanım öz komfortunu düşünür, amma qarşıdakının komfortunu qətiyyən düşünmürdü. Ona görə həqiqətən çox pis əsəb olmuşdum o qadına. Və nə etmək olar? Nəhayət çatandan sonra Şəkiyə çantamı unutmuşdum avtobusda. İnanın mənim üçün ən önəmli olan şeylərdən biri mikrofonum, şəxsiyyət vəsiqəm, tələbə biletim hamısı çantanın içində qalmışdı. Nəhayət zəng elədik avtobus şoförünə. O bizim çantamı mənə sağ-salamat çatdırdı, amma ona qədər kadrlarda mikrofonum yoxdur deyə üstünə səs yazma eləyəcəm. Otelin yaxınlığında parkda əyləşmişik, çünki otelə saat giriş 2-də olduğu üçün biz biraz gözləməli olduq. Meyvə şirəsinin içinə ara girdi. Oy Allah, yazıq can çəkişir. Bax, sənin orada nə işin var? Ana dedi ki, yaxşı ki tez fark etdim, çünki yoxsa dilimi falan, dodağımı dişləyə bilərdim. Bəli, bu normal halda. Siz Şəkidə istənilən yerdə arı rastlaşa bilərsiniz. Videoda gördüyünüz kiçik ölçülüdür, amma bundan daha böyük ölçülü arılar da var. İnsana yaxınlaşılır və aralanmırlar. Çox qəribədir və qardaşım da hər zaman onları görəndə çox qorxurdu. Deməli dostlar, burada biz hara gedirik deyə soruşsaz, səhər yeməyimizi yeyəcək məkana gedib indidən axtarırıq ki, səhər gedərkən əziyyət çəkməyək. Bizim otelimizdə səhər yeməyi, ümumiyyətlə yemək verilmir, restoran kimi fəaliyyət göstərilmir. Sadəcə otel kimi fəaliyyət göstərir. Onun yaxınlığında növbəti filialı İssam oteldir. Orada biz səhər yeməyimizi yeyəcəyik. Açıq bufet şəklindədir. Növbəti videoda görəcəksiniz. İkinci Şəki vlog part 2-də siz artıq oranı görəcəksiniz ətraflı şəkildə. Necədir, açıq bufetdə nələr var, ətraflı şəkildə sizə göstərəcəm. İndi burada oranı tapmağa çalışırıq. Asan yerdədir. İndi piyada gedib çatmaq olur. Aradan burada orada dəhşət çox arı var. Həqiqətən. Bu da ikide bir də arıdan qorxur. Yəni belə. Ha, küçük. Hələ 3 bir dənə gördük də. Bəli, dediyim kimi siz Şəkidə bir arı görə bilərsiniz, bir də it. Bu ikisi həqiqətən çoxdular. Mən Şəkidə pişik görmədim şəxsən. Nəhayət gəlib tapdıq səhər yeməyi yeyəcəyimiz məkanı. Buyurun efendim, buyurun, xoş gəldiniz, buyurun. Deməliyim, belə gözəl otaq, 2 nəfərlik. Bura anamla Uğur'un otağıdır. Çox gözəl, çox bəli, otağı sizə tanıdacam. Deməli, burada bir sanitar qovşağımız var. Belə gözəl, təmiz, həqiqətən çox təmizdir, təmizliyə çox önəm veriblər. Burada elə keçən kimi gözəl düzgün, üstün göstərin zəhmət olmasa. Hər şeyimiz var, burada stəkan, defal, qənd, çay, yəni hər şey burada incə qoymuşum. İlk öncə halını çəkirəm ki, birazdan bura dağınıq olacaq. Belə televizorumuz var, düz yükünə girməkdir, amma yəni nəyəsə baxa bilərsiniz. Çarpayımız var belə 2 nəfərlik, o məşhur adım. Sizə çək oradan məni. Anamla qur eləməmiş. 1, görsənəm mən. 2, 3. Neyse. Sonra belə bir əşyalarınızı qoya bilərsiniz bura. Televizorun pultu ən önəmli şey. Yatağın başında rozetka olması. Neyse, sonra belə bir paltar şkafımız var. İstədiyimiz paltaları dəsmalda qoyular hətta. Burada şəfşəflər var idi. Baxın ayağımızdakı ağ şəfşəflər, yəni ev təmiz gəzmək üçün. Sonra burada da belə hətta veşirkalar da belə var. Yəni bu çox önəmli təbii ki veşirka. Bir də burada yastıqla yorğan da var, baxın. Yəni çox gözəldir. Mən çox bəyəndim. Əsas da önəmli şey nə? Kondisioner. Yəni otaq çox fərah, çox gözəl. Gəlin bir də çölü göstərək. Yəni belə 2 nəfərlik otaqdır. Məncə yetər qədər gözəldir. Buradan da gözəl Xan otelin çölünü görə bilirsiniz. Baxın belə.
Gördüyünüz kimi çox gözəl görsənir, elə deyilmi? Bunda da örtürsünüz. Belə necədir, bəğəndiniz? Qalx yoxsa indi göstərəcəyim otaq. Birinci otaq, ikinci otağa keçid eləyək. Bizim otağımız yəni. Deməli dostlar, növbəti otağımız, yəni bizim otağımızdır. Burada da həmçinin sanitar qovşaq var burada. Burada gəlin içəri göstərim sizə. Burada qoyulublar bizə duş geli və şampun. Bunlar da daha sonra dişotkası, yəni 2 nəfər qaldığı üçün 2 dənə. Bir dənə bu işləmədi, bunu yəni çözə bilmədi. Bunu deyəcəm. Dostlar, sən demək istəyirmiş, mən sadəcə öz toquna taxmışam. Növbəti qıraqdakı olan toqa taxanda işlədi, yəni işləyir. Yeni həmçinin çox gözəl güzgü var. Biz burada belə geçək makyaj eləyərik, gözəl videolar çəkə bilərik buradan. Yəni belə çox gözəl videolar çəkə bilərik. Həmçinin bir televizor var. Dediyim kimi bu da YouTube'a qoşulmur, amma yenə də yəni sıxıldım baxa bilərsiniz. Yəni internet bu arada var. İşte burada yenə də eynisi olan şkaf. Burada da yenə ki artıq geyinmişik tapçaları. Məhrəba, yəni cam dəsmalı. Yine burada da həmçinin siz gördüğünüz kimi veşilka və yorğanlar var. Belə həqiqətən çox təmizdir. Burada da bizim 2 nəfərli yatağımız ayrı-ayrı. Deməli dostlar, biz gəldik, istirahət elədik, bir özümüzə gəldik, çamadanlarımızı yığdıq, boşaltdıq, hər şeyimizi yəni ətrafa qoyduq ki, yəni istifadə edək də. Deməli, indi biz gedirik artıq. Biraz istirahət bəsdir, çünki biz bura oturmağa gəlməmişik. Biz aktiv istirahət sevən bir ailəyik. Ona görə indi biraz qarnımız da acdı, restorana getmək istəyirik. Deməli, indi mən sizə paltarımı göstərirəm. Bu arada kiçik bir makyaj elədim, bir dənə pomada qalıb, onu da paltar geyinəndən sonra vuracağım. Saçımı kotka eləmişdim, zaten üstündən bir də keçdim. Yəni belə hazırlandım mən. Deməli, belə oldum, işığa gəlim, göstərim. Belə. Neyse, indi burada anam otağı, göstermeyeyim, bu bizim otağın qapısını bağlamışıq, açar. Mən də deyim, gedirik, biz 2-ci mərtəbədə bu arada qalırıq. Okey, gedək. Gəl. Ayağım. Deməli dostlar, burası bizim otelimizdir. Otelin adı neydi? Burada anamdan da soruşuram, anam belə otelin adını səhv deyir, Kansaray deyir. Amma Xan Butikdir otelin adı. Kombinin nəsl almış. Beğenmişse şərhlərdə bildirin. Belə. Sürücü bizi Şəkidə ən dadlı piti hazırlayan restorana aparır. Mən pitin dadına ilk dəfə baxacağam. Ona görə çox həyəcanlıyam və mənim üçün çox maraqlıdır. Görəsən dadı necə olacaq. Bu restoranda hazırlanan pitilərin ən önəmli cəhəti odur ki, onlar közdə hazırlanır, qazanda yox. Ona görə də yeməyə əlavə dad qatır. Restorana geldik. Gidelim. Hilal'dı restoranın adı. Manafı. Az adam var gelirken. Deməli dostlar, indi nə sifariş ediyor, onu sizə deyirəm. Bir dənə şəki pitisi zakaz verir. Yəni şəkiyə gəlib şəki pitisi yeməsən ayıb olar. Amma yəni bir dənə zakaz verdik. Çünki yəni dadım bilmirik necə bir şeydir. Dadına baxacağıq. Əgər bəyənsək, bir dənə də sifariş verərik. Daha sonra langit toyuq mən zakaz verdim. Uğur sen ne zakaz verdin? Kartofre? Toyuq kebabı. Uğur hətta toyuq kebabı zakaz verdik. Bir dənə də 3 dənə ayran, bir dənə mənə adi su. Bəli. Burada əvvəlki kadrda göstərdiyim kimi pitini közdə bişirirlər. Yəni bu da əlavə bir üstünlükdür. Bəli. Deməli deyirlər ki, daha dadlı olur. Bütün məkanı çox bəyəndim. Çox gözəldir, çox freshdir. Mənəm bu qədər. Aha. Biz bu günləri Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkiyə gəlmişik. İlk öncə bizi gözəl bir bələdçiyə rast gəldik. Bəxtimiz gətirdi. O bizi Şəkinin gözəl restoranlarından birinə gətirib, Hilal restoranına. Biz indi burada közdə bişən Şəki pitisinin dadına baxacağıq. İnşallah dadına baxandan sonra mən sizə öz təəssüratlarımı deyəcəm. Onu deyim ki, bura çox gözəldir, sakit, yəni təbiəti çox gözəldir, çox xoşumuza gəldi. İnşallah digər təəssüratlarımızla sizinlə bölüşəcəyik.
Deməli, mənim langetim gəldi, toyuq langeti, anamın pitisi. Belə dadım xəşir oldu, nəsə nə bəyənmədim. Uğurumun gəldi, nə idi bu? Toyuq şeyi, kababı, beynim yandı. Deməli, indi şəkil pitisinin dadına baxıram. Baxıram. Ne ətdir? Onu başına görə. Çox dadlı da. Dedim də siz yeyə bilməyiniz, hə? Yeyib duram bunu. Bu tür nə yeməklər? Düşünürdüm ki, dadını bəyənməyəcəm, amma həqiqətən çox ləzzətli bir şey idi. Yeməyinizi tövsiyə edirəm. İnanın möhtəşəmdir. Şəkiyə gəlib şəki pitisi yeməmək günahdır. Özdə Hilal restoranında qazanda yox, məhz közdə bişən şəki pitisi yeyin, mütləq yeyin, dadına baxın. İnanın, doymadım. Deməli, restorandan çıxdıq. İndi Şəkinin Kiş kəndinə gedirik. Çünki Kişalban məbədini gəzmək istəyirik. Bizim üçün çox maraqlıdır. Burada kadr əsir, üzrü sayın. Çünki maşın tərpəndiyi üçün, yəni kadrı stabil saxlaya bilmirəm. Əlimdən gələn ən yaxşısını etməyə çalışıram amma. Deməli, görə. Hayır, o İsmail. Skelet. İlkin orta əsərlərdə ait Sərdabəm. Okay. Saxsı qablar arxeoloji qazıntılar zamanı tapılmış qədim keramika nümunələridir. Gündəlik məişətdə istifadə olunan qablarla yanaşı mərasim və dəfinlərlə əlaqəli nümunələr də vardır. Burada mən özümü 5-ci, 6-cı sinif dərsliyində hiss edirdim. Əvvəllər yalnız şəkillərdə gördüyümüz tarixi abidələri indi canlı görmək tamam başqa bir hissdir. Bəzək əşyaları, boyunbağlar və muncuqlar müxtəlif rəng və formalı muncuqlardan hazırlanıb. Bilərziklər metal halqalar şəklində olan bəzəklər, üzüklər kiçik dairəvi metal bəzək əşyaları, sırğa və zinət əşyaları şəxsi bəzək məqsədi ilə istifadə olunub. Dəmir xaç. Deməli dostlar, bu qəpiyi bura qoydunsa, sənin diləklərin qəbul olur. İnşallah qoyum, alınsa diləklərim qəbul olacaq. Aratım. Qoyda bilirəm. Aratım. Axtım. İnşallah qəbul var. Cəmdə arzu tuturam, niyyət edirəm və qəşi qoyuram. İnşallah qəbul. Paylaşırıq da görməyənlər görsünlər. YouTube kanalım var. Mənim qızımın YouTube kanalı var. Ne olursa mehriban yazın, abone olun. Şərh yazın.
Bu gözəlliyi elə orada hazırlayırlar, sizin şəklinizi çəkirlər və cəmi 2 dəqiqəyə hazır edib sizə verirlər. Qiyməti 7 manatdır. Həqiqətən bunu almağa dəyər. Bizim üçün çox gözəl bir xatirə olaraq qalacaq. Arxasında maqniti var. İstədiyiniz yerə yapışdıra bilərsiniz. Videonu hər kadrdan çəkmişəm ki, sizin üçün çox maraqlı olsun. Burada telefonu qaldırıram, sanki drone çəkilişi kimi eləməyə çalışıram daha doğrusu. Sizin sadəcə dəstəyiniz ola bilər ki, mənə kanalıma abunə olmanız, like atmanız, bir dənə də şərh yazmanız məni motivasiya edir. Çox sağ olun yeniden. Gəldik Bəyzadə Village-ə. Belə çox gözəldir. Havası həqiqətən içinə aldıqca hiss edirsən ki, təmiz, qoxulu, mükəmməl, möhtəşəm. Deməli dostlar, kombinimə uyğun maşın tapdım. Necə də oxşayırıq görürsünüz? Super ya. Necədir? Kombinimə belə də planlayın. Maşında neçə kombi verirsiniz 10 üzərindən? Bu ne iç sesi çıkardı? İt oradadır. Ne orada? Dostlar sizi koymuştum Zaretka'ya çünkü həqiqətən Zaretka qurtarmışdı telefonda. Bu kadar video şəkildə telefon dözmədi. Neyse indi Bəyzadə birlikdən ayrılırıq, gedirik. Təbii ki, şəkil halvası almağa gəlmişik. Mən qozlu halvanın dadına baxmışam çünki qrup yoldaşım şəkil olduğu üçün bizə qozlu halva gətirmişdi və düşünürdüm ki, ən dadlı halva qozludur. Ta ki siddi halvanın dadına baxana qədər. İnanın, dadı o qədər mükəmməldir ki, hər dad damağımdadır. Bir dəfə də olsa sınamalısınız mütləq. Ne güzel. Çok güzel. Gökyüzü çok güzel. Gözəl, südlü, şəkil halvasıyla. Bu halvadır, yoxsa baklava? Məncə halvadır. Mənim belə yadımda qalıb. Çay ilə bərabər nuş eləyirik. Halva, halvaymış. Videomuz artıq burada sonlanır, amma bu o demək deyil ki, şəkil vlog bitdi. Bunun part 2-si də gələcək. İzləmədə qalın. O videoda daha maraqlı kadrlar olacaq. Ümid edirəm ki, bu videoda sizin xoşunuza gəldi. Xoşunuza gəldisə, şərhlərdə öz fikrinizi bildirməyi unutmayın. Sağ olun.